xanım. Biletlərin qiymətini görübsünüz az Moskvadan ayın biri. Mən şoka düşdüm. Od nə idi? Öldüm. 32.000 rubla bilet olar, qurban olum. Bayramla ona görə. Ayın biri, özdə mən bayram günü almadım ha bileti. Təsəvvür edin, bayram günü alsam neçəyə alardım? 32.000 rubl. Elə yorğunam. Ay Allah. Bilet 32.000'dir. Ananda pul çoxdur. Mən anam pulunla dolanan qızlardan deyiləm. Siz heç narahat olmayın. Fevralın biletlərinin qiyməti 5.000 rubl. Abratlı bileti 13.000 aldım. Yəni Tuda bir dənə abratlı biletimə mən Tuda abratlı bilet alardım. Tuda abratlı elə almışdım. Nə gözəl. Mən də Azərbaycana sabah kim uçur? Sabah derim. Ayın biri kim uçur? Qaşın neyniyim? Anam pulla dolananda ne olur? Ayıb olur. 32.000 nə qədərdir? Uşaqlar 32.000 nə qədərdir? Babaşla danışmıram. Bizim pulla Rusiyada Azərbaycan 5.000. 640 manat. Ay Allah, 32.000'e bilet aldım ben. Saluro Gəncə. Çox çirkin xanımdır yazmaqla. Hər şey dəyişir də. Yəni belə rahat olursunuz. Ürəyinizdə Samatenkanız, öz güvəniniz qalxdı. Hansı reisdir? Saat 21:20-də Aeroflot. Ay Allah, Aeroflot özü. Azalın qiymətini görübsünüz. Moskvaya bilet ucuzdur. Azərbaycana bilet bahadır. Söhbət odur. Qonşularımın qışqırığını eşidirsiniz, qurban olun. Bu da sənə sentrdə yaşamaq, Moskvanın mərkəzində. 12 ildən qabaq 4-ə getmişdim. Naburat çox gözəl qızdır. Çox sağ olun. Yox, alışbaraq belə olsun qız. Danışmıram baboşla. Oranın adamlığı var. Hə. Mən Azal'la uçmağı sevirəm. Aeroflotla uçmağı heç sevmirəm. Çox narahat oluram. Məsələn, keçən dəfə reisdə bir dənə uşaqla mən birinci sırada yer alıram həmişə ümumiyyətlə qabaqdan. Çünki mənə narahat olur arxada oturanda. Hə, deməli bir dənə xanım yanımda oturmuşdu. Çox yaxşı xanım idi da, Azərbaycanlı. Mən qaydamda Moskvaya. Yanında uşağı var idi. Mən də samolyota oturanda Çəbrəm Tovuzun ad gündən çıxıb aeroporta gəlmişəm. Təsəvvürün. Samolyota oturan kimi yatmışam. Xanım da görüb ki, mən yatıram. Oyanmışam, gözümü açıb bağlayıram axı mən də yuxuda. Görüb mən yatmışam, götürüb başımı ayağın üstünə qoyub, uşağı da qucağında. Oyanıram ki, mən hardayım. Elə yaxşı xanımdır. Oyanmışam, danışmışam, söhbət eləmişəm. Deyir, mən sizi tanıyıram. Yəni təsəvvür edin, mən yazığı gəlib ki, belə yatıram. Başım belə qalıb da. Yazığı gəlir, götürür mən. Heç bəyənmədim. Mən Azalı bəyənirəm. Salamlar Türkiyədən. Heç nə, xanım məni tanıyıb, mənim də fanatım imiş. Mənim də fanatım imiş xanım. Hə, heç nə. Oyanmışam, xanım belə deyir. Yağmur xanım, mən də qorxuram. Gözümü açdım, ay Allah, mən oradayım. Azaldan salamlar, salamlar. Xanım deyir, narahat olmayın. Siz yatıbsınız, mən yazığım gəldi, uzatdım sizi. Oyanım, laf fanatımı, hə, elə dedi da, özü elə dedi, deyə elə deyirəm. Xanım dedi, mən sizin fanatınıza, mahnılarınıza qulaq asıram. Elə həmin samolyotda biz getdiyimiz yerdə mənim mahnıma qulaq asırmış. Fanatım imiş nədir? Həmin samolyotda biz gedirdik, mənim mahnıma qulaq asırmış. Özü elə dedi. Dedi, mən sizin fanatınızam. Mən dedim, nə gözəl, nə gözəl. Uşağın da sonra
Xanım getdi, mən nə bilim, anası gil arxada oturmuşdu özü qabaqda. Uşağı mənə qoydu, mən uşaqla oturdum. Yəni çox komfort idi da. Azala işimiz düşdü, qulluğunuzdayım. Azala nə gözəl, mən Azalı çox istəyirəm. Bizim işlərsə çox sevir, nə gözəl. Yəni oturub bütün yol yatmışam, xanım mənim yanımda oldu da. Azaldasız yox. Grip olmuşam, danışa da bilmirəm, neysə. Mamanız çox istəyir, çox sağ olun. Sənət nə sənəti? Gedib gələndə səbr edin, baha-baha biletlər almayın. Mən önce baha-baha almışam və tıda abratla aldım. Ekranı yaxın tuturam uşaqlar, çünki gözüm görmür. Başa düşürsünüz, gözümdə problem var. Linza taxmalıyam əslində. Almada hər zaman mən qulluğunuzdayım. Visi uşaqlar. Bizə bilet yazan da tapdıq, bu canlıdır. Aniran Emet fanatov. Niyə ki, xanım özü deyirsə ki, mən fanatlığımı edir, məni bəyənir, məni xoşdur, özü deyirsə. Mən demirəm ki, mən fanatımdır. Gözüm görmür uşaqlar, ona görə beləyəm. Yoxsa mən özüm də telefon yaxından tutmağı sevmirəm. Mənim öz evimdir, mən kiraya qalmıram. Rusiya vətəndaşıyım. Sonra deyəcəklər ki, yalan danışır, yalan danışmıram, buyurun. Şəkildə də mənəm. Sonra deyirlər ki, özünü dardır, şəkildə də mənəm. Çox sağ olun. Biletlər necədir ki? Od qiymət nədir biletlər uşaqlar? Gözüm heç görmür. Kvartirant bilmirəm, mən kvartirant qalmıram. İşləyirəm, niyə işləmirəm? Nəyim bileti? Uçuş. Bu sağalan deyil. İnanırsa heç sağala da bilmirəm. Tək yaşayıram. Ev mamanız alıb, yox atam alıb. Fazil müəllim. Fazil müəllimin evidir, atamın evidir. Neçədir bilet? Ucuz biletlər baha-baha almayamır. Mən daim. Mən Azala indi bilet aldım 13.000 rubla. 200 manat, 300 manat. Nə qədər edir 13.000 rublun? Ayın 6 abratını. Qoymuşsam müharibə gedir. Niyə? Nişan deyiləm. Dörtlü PK gedir. Bunu mənim səhvimdə gəlib niyə spam edirsən? Mail bəy, sizin işiniz gücünüz qutarıb gəlib başqa adamların. Bəy. Allah. Axşamı xeyir. Hər vaxtın xeyir. Necəsən? Niyə getdin, xəstələndin? Gəlirəm ayın biri. Ayın ikisi üçü də biz oturacaq. Onda oturmuruq, sən gəl, sən gözləyirəm. Bəli, mən gözləməməsiz olmaz. Ayın biri gecə gəlirəm. İnşallah. Xoş gəl, səfa gətir. Nə qəşəng. Mən səhdidim bir yerdə. Ayın 6-sına qədər. Özdə bu dəfə daha çox qalacağım Azərbaycanda. Süpersən. Mən dedim də sənə. Çox qəşəng. Şad xəbəri mən özüm verəcəm. Deyir ki, nə şad xəbəri? Hədə şad xəbər verəcəm ki, gəlir. Yağmur gəlir. Qızlar ekran tıklayın da çox xayır. Deyirəm nəsə başqa bir şad xəbər deyəcək. Sevindim mənə, deyirəm nəsə deyəcək. Canaz, bilmək olmaz, nə olsun ki? Privet, salam. Aha. Nəsə səndə var, amma bilmirəm nələr var səndə. Gəlmişsən işdən evə. Hə, gəlmişəm. Mən işləmirəm ki, sabah işləyəcəm. Niyə xəstələndin? 3-cü dəfədir ki, oca grip olmuşum. Doğrudan. Buradan gedəndə yaxşı olardı. Ora soyuqdu, maruz. Elə orada da grip idim də. Prosta səsim normallaşmışdı. Ayın birini gözləyə qalmışım. 31-də işləyirəm bax mən.
Gələrsən ev yox, burada yeni ili çox gözəl qeyd eləyərik. Orxanla oturacaqsınız. İnşallah. Sən hamımız da. Hamımız. Biz yox, biz qızlarla oturacaq. Biz qızlarla oturacaq qəşəng. Sən də gələrsən. Çox sağ olsun. Onsuz da gələrsən də görüşəcəyik. Nə qədər qalacaqsan? Ayın 6-sına qədər. 5-6 gün. 5-6. Niyə belə tez yenə? Nə olsun, görürsən ki, gedib qayıdıram da, tuda abratını. Bir ayağım Moskvada, bir ayağım Azərbaycanda. Maşallah. Amma biraz da şey eləyə bilərdin də, çox vaxt ala bilərdin, Yağmur. Vermədilər də, deyirlər sən bizə lazımsın. Mənsiz burada qala bilmirlər. Maşallah. Birazdan da niyə, nə olub ki? O sizin yeni il hədiyyənizi yeni il günü gətirəcək, indi yox. Uşağındır. Hə, qızımdır. Allah saxlasın. Amin. Neçə yaşı var? Eləsin, 6. Hə. Orada hava necədir? Gəl. Soyuq, qar, boran, 13 dərəcə soyuq. Ölürəm. Yağmur, ev istidir. Ev istidir. Bir dənə çölün qarına bax. Ağappaq. Ay Allah, çox soyuqdur. Soyuq nədir? Mən ölmüşəm, yox kimi bir şeyəm. Deyirlər, bəh qar. Valla bəh deyil. Özüm o görürəm, görürəm. 3-cü dəfədə, ayda bir insan 3 dəfə necə qrip ola bilər? Soyuqdur da, yeməkdə də ola bilər, fikir vermirsən, immunitetin düşür. Yemək yemirəm ona görə, bilirəm. O boyda boranda getdik, oturduq, supdan başqa heç nə yemədim. Mən eləyəm. Hamı mənə deyir ki, əslində mən həmişə deyirəm yemək yemirəm, heç kim mənə inanmır. Hamı elə bilir ki, mən çox yeyirəm. Valla. Peyvənd elə, peyvənddən qorxuram. Dərman tez iç, tez sağal. İçirəm də yeni ilə adam qriplə girər. Nə olacaq? Hava zat dəyişmişsən də ondandır. Bəlkə allergiyan var. İndi bir reys Azərbaycana uçuşum qayıdım yenə. Vitamin arbul ol, o nədir? Peyvənd Peyvənd qorxuram mən elə şeylərdən. Sistem qoydururam. Sistem qəşəngdir, çox gözəl. Mən özümü biraz narahat hiss eləyən kimi Allaha and olsun ancaq sistem elətdirirəm. Tabletkadır, dərmandır, paraşotdur, onlar heç biri mənim deyil. Sağ olun, siz necəsiz? Yaxşı, təşəkkürlər Zahirə. Bir məhsulun anlamın var. Götür. Ramaşqalı çay kömək eləyir ki, Yox, onlar hamısı təbar. Tibdir o. Azərbaycana gəlim, sistem qoyduracam. Özümə medsestradır. Az doludur medsestra. Sən sağ salamat gəl. Əsas Azərbaycanda burada bacarmırlar ki. Burada adi skorunu çağırsan noşba bədənə vurur gedir. Noşba vurur gedir. Noşbanı bizdə qadınlar qadın xəstəliyi olanda sancımızdan ötürü atırıq. Noşba nədir? 39 dərəcə temperaturayla oturmuşam, deyir noşba iç. Skoru çağıranda gəlir ora. 2 saat. 2-3 saat hər yerdə elədi. Öpdüm səni balam. Mən də öpürəm, görüşərik. Yaz. Səninlə məndə yoxdur, sən mən yazarsan atarım. Tamam, öpürəm. Öpdüm səni. Bye bye. Bye bye aşkım. Noşba mədə üçündür. Onu bizdə skoru 3 saata gəlir. Mənim təsəvvürüm 39 dərəcə qızdırmam var. 39 dərəcə qızdırmam. Skor pomuş çağırmışıq çünki halım pisdir. Skor pomuş 3 saata gəldi. 3 sahada. Mən ölürdüm də. Yəni nə oturdum, ölmüş kimiydim. Heç skor da gəldi. Salam ruslar da. Necəsiz? Yaxşıyam, siz necəsiz? Halınız niyə belə oldu? Suala bir dənə baxın. Halınız niyə belə oldu?
Deyirəm, halım niyə belə oldu? Qrip olmuşam. Hə, indi virus çoxdur da. Skor olmuş mənə deyir ki, indi virus çoxdur. Deyirəm, başa düşürəm, mənim halım pisdir. Yəni, otura bilmirəm, dura bilmirəm, nəfəs ala bilmirəm. 20 dəqiqə, məndə 20 dəqiqə 2 saata gəldi məndə. Hə, yəni, halım pisdir, mən belə eləyirəm. Hə, siz niməsil üçün bir də biz noşba qoyaq gedək. Deyirəm ki, yəni mənim halım pisdir, noşba kömək eləyəcək. Bu mənim temperaturam 39-40 arasıdır da. Nəfəs ala bilmirəm. Hə, bizim rus dilinə danışır. No, biz bilirsiniz, biz başqa iş nə eləyə bilmərik. Sabah balnisaya gedər. Deyirəm, mən sabah balnisaya gedinə qədər mən ölüm. Heç nə olmaz, isti çay iç. Təsəvvür eləyin, gecə ilə skor mənə kömək eləyə bilmədi. Mən məcburi gecə özüm balnisaya getdim. Məcburi. Smeş vur. Mənə çox sistem olmaz. Qubadan salamlar. Rusiyada ya Bakıda, Rusiyada. Sonra bir il bundan qabaq mənim mədəm ağrıyırdı. Mənim mədəm biraz problemlidir. Bilirsiniz də, mən kökəlmişəm, arıqlamışam 110 dəfə. Hə, papam onda Moskvadaydı. Mənim halım pisləşir. Mamam deyir ki, halım yaxşı deyil, skor çağıraq. Təsəvvür edin, o 4 saat ərzində skoru gəldi, yoxsa yox. Biz də, yəni, Sumqayıt kimi bir şəhərdə yaşayırıq da, Azərbaycanda Sumqayıt kimi. Skoru gəldi, yoxsa yox. Təbii ki, gəlmədi. Sözləri nə oldu? Vaxtımız yoxdur. İndi təsəvvür edin, mənim yerimə başqa bir insan olsa, onun, nə bilim, doğrudan da pis halı olsa, daha da pis halı olsa, deyəcəklər ki, vaxtımız olmadı, gəlmədik. Burada estetikdir. Yamanla qarşı, amma başqa ölkədə qalır, ona görə. Mənə heç nə kömək eləmir. Mən əgər özüm anam Bakıdadır, bəli. Əgər özüm sağalmazsam, mənə kömək olmur. Yəni, heç bir dərman. Ölmüş kimi bir şeyəm. Hal-hazırda sizlə söhbətləşirəm. Mən administrator işləyirəm. Nə gündədir Asiya? Söhbət ondan getmir. Söhbət ondan gedir ki, yəni bir insan məndən daha çox pis olsa, təsəvvür edin, skoru gəlməsə necə olar? Mən centrdə yaşıram, Krımski rayonunda. Yəni, Krasnopolskda burada probka 15 dəqiqə yoldur. Tək qalmıram, padruqamla qalıram. O yazırlar yarada, Aysuna salam, Aysuna salam. Mən bacımla Metrovetka Krımska. Mən bacım güdmürəm, 24-7 hardadır, onun öz ailəsi var. Biz gündə, həftədə 1-2 dəfə danışırıq, çünki onunla mahım... Zачем работать в таком состоянии, когда мне... Yəni 24-7 bir yerdə ola bilmərik, nə olsun bacıyıq. Mən başqa ölkədə qalıram, o başqa ölkədə qalır. Aqdi administratorum salonda işləyirəm, xəstə ilə işləyirəm, hələ sabah da işləyəcəm, təsəvvür edin. Ona görə arada xahiş edirəm. Aysun hardadır, papan hardadır, maman hardadır, qohumun hardadır, əqraban hardadır. Elə suallar verməyin. Günəş salam. Zəşəm rücəyirədir. Ha, salonda. Məcburi işləməliyəm, çünki mənim yerimə işim çıxa bilmir. Axı, sən tarladadaydın bu yaxında. Hə, nə olsun? Yəni, əgər mənim qohumumdursa, bacımdursa, mamamdursa, o demək deyil, axı, mən 24-7 harada olduqlarını bilirəm. Mən axı onları güdmürəm, onlar da mənə güdmür. Çünki hər insanın həyatı var, onların da işləri var. Cəmaatın özəlisində də qalıb.
Mən maraqlı. Məsələn, mən 24-7 yığıb Aysun deyəm, mama Aysun hardasan, Aysun hardasan, mama hardasan. Elə olmayacaq axı. Yəni o düzgün deyil. Siz uşaqsız neçə yaşınız var, onu yazanda bir fikirləşin yazında. Xahiş edirəm. Крымская это какая ветка? Это новая зеленая, темно-зеленая. Sağ ol, üzrü sən burnumu silirəm. Vəziyyətim onsuz da pisdir. Dodaq özümün deyil, yox. Xalamaq necə isti? Əla. Pəncərədən çölü göstər. Mən Moskvada yaşayıram, bəli. Dərman içirəm, kömək olmur, inanırsınız. O qədər hal-hazırda pisəm. Temperaturam qalxır. Kiməsə danışıram, başımı qatıram ki, temperaturam qalxmasın da. Sizlə söhbətləşirəm. Çünki əgər mən yatsam, daha da pis olacam. Niyə mən Moskvanı seçmişəm? Bu suallarda mənə maraqlandırır. Baxın, birincisi, mənim ailəm 15 ildən artıqdır ki, Moskvada yaşayır. Mənim atam, anam, ailəm. Düzdür, atamın işləri buradadır, mamamın bəzi işləri buradadır və mənim öz işim buradadır. Yəni, mən artıq burada özümə bir həyat qurmuşam. Mənim burada təhsilim var, mənim burada işim var, mənim burada artıq dostlarım, tanışlarım və bir anlıq mən onun hamısını silib baxın, necə köçüm başqa bir ölkəyə. Və mən buradan halal pulum qazanıram və mən burada artıq hansısa bir yerə gəlmişəm o işimdə. Niyə mən o işimdən olmalıyam? Halbuki milyon dənə adam istəyir o işdə, o yerdə olmağı. Salona nə iş görsən? Baş administratorum. Moskvada Bilayeva. Zoğalım yoxdur. Gedəcəm ayın biri Azərbaycana. Mamam mənə sağaldacaq. Mamam mən. Düzdür, Allah şəfanız versin. Çox sağ olun. Və mən təhsilimi atıb necə başqa bir ölkəyə köçüm, necə atım təhsilimi, işimi, öz həyatımı təsəvvür edin, təzədən sıfırdan yaşamaq mən istəmirəm. Mənə bura rahatdır və mən bu dilə alışmışam, ona görə də belə. O demək deyil ki, mən ana dilimdən imtina edirəm. Yox, sadəcə olaraq uşaqlıqda buradan böyümüşəm deyə rus dilində daha yaxşı danışıram da. Yəni, burada böyümüşəm ona görə, bu normaldır. Yəni, bu o demək deyil ki, mən öz dilimdən imtina edirəm, öz qohumumdan, öz nə bilim, sonra söz çıxaracaqlar. O gün gəlmişsən, indi bir də qayıdırsan. Neyniyim, bəs yeni ilə dəhşət yayılıb, Moskvada qrip mən də dəhşət tutub, bəli. İndi mən neyniyim, qohumlarımı görməyim. Ты мне снилась. Nə? Mən sizə yuxunuza girmişəm, nə yaxşı. Moskvada yaxşıdır. Söhbət Moskvada yaxşıdan deyil. Prosto mən bura alışmışam axı. Mən reski necə atım bura, gedim başqa yerə. Özdə, в каком салоне? Beach Park Bilayeva. 2006-yım. Bakıda da qrip yayılıb, burada da. İndi gəlin ölək. Mənim kimi immunitet aşağı olan insanlar buradadır. Mən ayda 3 dəfə qrip olar insan. Sizə qurban olum. 3 dəfə qrip. Birində qrip oldum. Sistem qoydurdum, sağaldım. İkisində qrip oldum, sistem qoydurdum, yenə sağaldım. Sistem də qoydururam, kömək yoxdur. Gəlirəm Azərbaycanı görüm kömək sistemi. Orada da biraz sistem qoyduram. Niyə də? Allah şəfa versin. Çox sağ olun. Mən kiraya qalmıram. İndi gələcəm Azərbaycana, sağalacam da. Sonra Azərbaycandan qayıdandan sonra yenə qrip olacam. Məndə belədir də. Sistem qoydur, kömək eləmir. Uşaqlar, köməyi yoxdur. Vallahi kömək eləmir.
maaşını hara xərcləyirsən? Zalato yablokaya. Maaşımın 90% elə mənim onu 5 dəqiqə xərcləyirəm. İnanırsınız, maaş gəlməyindən getməyi bir olur da. Bu məncə təkcə məndə belə deyil, hamıda belədir. Yəni karta oturan kimi maaş vəsiyo, səhərsi gün yoxdur. Nariyə çoxlu, nar sevmirəm axı mən. Boğazı gəlir və gülmək smiley ki. Başa düşmədim. İndi insan boğazı ağrıyanda gülmək lazımdır. Hay Allah. Balıq yağı, oy nifrət eləyirəm. Salonunuzda kosmetolog var. Yox, bizdə kosmetolog yoxdur. Olmur. Alergiya ola bilməz axı. Qışda nə alergiya, nəyə? Məndə öskürəkdir. Amma boğazım elə də ağrımır, bilirsiniz. Üzürü sayın, öskürürəm. Özümdən asılı deyil. Bəyənməyənlər çıxa bilər. Öskürəkdən nə siropu deyə? Doktor mom kömək eləmir, yazmayın. Doktor mom boşdur. Öskürək mən necə eləm? Ölürəm də bu öskürəkdən. Bir dənə öskürək girsə hər şey yaxşıdır. Kanfra ilə övü. Tabletka, ot, kaşlı. Kömək eləmir. Mənə qaynam da deyir ki, pensiya gəldi də getdi. Hə, elədi də, maaş gəldi, sərsi gün baxsan ki, ayın axına qədər gəlsən, maaşım gəlir, nə gözəl. Maaş gəldi, sərsi gün baxsan, maaş yoxdur, gələn ay gözləyirik. Günüm belə keçir. Ayım daha doğrusu. Oturub spreyi. Görüm içərəm. Marojnayı. Marojnayı isə mən onu söylürəm. Spiritlə kompres. Görən evdə spiritim var. Mənim də evimdə heç nə yoxdur da. Evdə olmuram ümumiyyətlə. Mən biz vuxadla işləyirəm da. Bilməyənlər üçün deyirəm. Sonra deyəcəklər ki, bunun işi gücü yoxdur. Bu TikTokda canlı açır. Ona görə evdə heç nə almıram da. İşdə eləyirəm onun hamısını. İşdə aptečka da var, hər şey var. Neyinirəm evə, nə salıb onda. Mandalin qabığı dəmliyim üçün. Mandalinim var, indi dəmliyim içərəm. Kömək elə, məsələ... Hədiyyələrinizə görə çox sağ olun. Sirkə yaxşıdır. Sirkəm yoxdur da. Əslində balım da var, südlə. Prost süd axı pis eləyir daha. İstiyor çayı. ChatGPT-yə yaz. Bu ChatGPT-də çıxandan sonra vəsiyo. Hamı dərdini, borçlarını, nə bilim, kreditlərinin hamısını yazır ChatGPT-yə. Bu ChatGPT indi o da bir varlıqdır da, o yazığı da bezdirməyin. Nəyin oldu? Yaz ChatGPT-yə. İşə də gedirəm, qızlara nəsə deyirəm, yaz ChatGPT-yə döyər. Deyirəm, ChatGPT-dən niyə soruşam? İnsan yoxdur. İndi mən insandan soruşa bilmərəm. Hər şey bu chat... Estağfurullah. Qızdırmam var, uşaqlar. Hər şeydə yazılır, ChatGPT-dən soruş. Amma mən ChatGPT-ni neyinirəm, o da qabağımda insan durub, insandan soruşum. Fikirləşirəm, mahnı oxuyursan, səhərsi gün baxsan, ChatGPT ucu oxuyub. Deyirsən, nə gözəl. İndi mən bu mahnını bıraxa bilmirəm. Aranjmanı o qədər pul tək, ChatGPT ucu oxudu mahnını. Nə bilim, işdə nəsə düzəldirsən, prezentasiyada, işdə nəsə göstərmək üçün. Səhərsi gün baxsan, o birisi qız ChatGPT ilə düzəldib. Sənin bütün əziyyətin gedir boşa. Saçım yağlanıb, indi yumuşam ya saçımı. Nə yağlanıb? Qızdıran başa bir sirkə olmaz. İtribun aptekdən al soqa. Qadiş. İtribun nədir? Acı dadır o. Bir dəqiqə gözləyün. Padruqam gəldi. Qapını açıq. Ay qız orada nəyə qalsın, get. Ay Allah. Gözləyim dəqiqə. Nə? Axşamın xeyir. Gözləyin. Hə. Hansı? Nəsə deyirdim.
İstəsəz müraciət edə bilərsiniz. Nəyə müraciət edeyim? Baxın buna bax. Ujas. İmmunitet zəifdir xanım. Sarımsaq və soğan çox yeyin. Tez vanna edin. Sarımsaqla soğan, mənim bunlara allergiyam var. Siz bilirsiniz. Yəni onları isəm eləcəm. Çölü göstərim pəncərədən. Maşınınız var? Yox, maşın sürə bilmirəm. Prosedura ötmək üçün. Nə prosedurası? Nimesir kömək eləmir. Hə, bir də bir şey var bizim millətdə. Mən Azərbaycanda məktəbə getmişəm bax. Başın ağrırsa Nimesil iç. Qarnın ağrırsa Nimesil iç. Temperaturan varsa Nimesil iç. Mənim anam da elədi də. Nə sorsa Nimesil iç. Ha, estağfurullah. Bu Nimesil nəyə qabaq? Bu Nimesili qızdırmaya görə yaradıblar. Yəni qızdırma olanda insan içir suyla. Hə, başa düşdük. Bəs nə bilim, başım ağrıdı Nimesil niyə içirəm? Nimesil hardan bilir ki, mənim başım ağrıyır? Bir də mən həmişə o maraqlıdır. Nimesil hardan bilir ki, mənim başım ağrıyır? Necə yəni mənim başıma kömək olur? Mədəm ağrıyanda necə bilir ki, mənim mədəmə kömək olur? Mənim anam da elədi. Nəsə deyirəm, mənim barmağım ağrıyır. Nimesil iç. Dişim ağrıyır. Nimesil iç. Nə bilim, haramsa ağrıyır. Nimesil iç. Psixoloji problemlərim var. Nimesil iç. Opşi ağrı kəsicidir. Nətər yəni opşi ağrı kəsicidir? Elə şey olur. Qızdırma salıcı funksiya. Bir dənə ada baxın. Başını nədir də? Hə də bir dənə baxın temaya. Qızdırma ağrı kəsici, qızdırma dayandırıcı, nə bilim nə, paraşok 50 qəpiyə. 1000 dərdə dərman. Valla 50 qəpiyə bütün dərman. Bütün problemlərinizi həll edə borçlarınızdan başqa. Sümük ağrıları üçündür. Nə sümük ağrıları? Mənim haramız sağlayanı, barmağını belə kəsəndə Nimesil iç. Həm həll olacaq. Narahat olma, Nimesil iç həll olacaq. Hə, bir də ketanı oldu, nədir? Yox, bir də uqul. Uqul necə yedir? Çox içmək ziyandır. Belələri var ki, onu zavtırıq elə belə çay yerinə içirlər. Mən elə insanlar da görmüşəm. Təsəvvür edin, çay yerinə tərdə Nimesil içir. Bütün sinirlərini keçir, har bilmirsən hara. Valla, mən mamma deyirəm ki, mən barmağım ağrıyır, nə bilim, başım ağrıyır, belə deyir. Heç nə olmaz, Nimesil iç yaxşı olacaq. Belə baxışdan deyirsən, ay Allah, o Nimesil, özü nifrət edirəm dadına, belə qəribə limon dadı verir də. Ya da teraflu. Bizim millətdə 2 dənə variant var. Ya Nimesil ya da teraflu. İkisindən birini deyəcəklər də. Əgər evində teraflu yoxsa Nimesil deyəcək. Əgər evində Nimesil yoxsa teraflu deyəcək. Nəsə olsa mamam həmişə deyir, teraflu. D vitaminim yoxdur. Mənim heç bir vitaminim yoxdur ümumiyyətlə. Çünki yemək yemirəm. Dişim ağrıyanda mənim anam deyirdi, əynimi qalın ki. Mənim də dişim ağrıyanda mamam belə deyir, duz qoy, xazaq alacaq. Duz qoy. Mamanın qiybəti gedir. Qiybəti getmir. Qəribə ağrıdı mamalarda. Özü təcə mamamda belə deyil də. Bütün Azərbaycanda belədir gördüyüm kimi. Dişin ağrıyır, duz qoy. Duz qızdırım, duz qoyaq. Amma o duz da kömək olmur da, yəni. Azərbaycanda məşhurdur. Məncə ən çox Nimesillə teraflunu istifadə edən Azərbaycandır. Yod çək. Mən onun ikisini də qarışdırır. Ay Allah, ikisi də limondadır. Qreypot Nimesil. Nimesil bütün dərdinizə dərman və borçlarınızdan başqa da. Hər nəsə də desən, özü bizim millətdə bir dənə xarakter var. Spasmagon demədin, yox ketanol. Nəsə desən, ziyandır. Pomidor dersən, mağazindən pomidor almaq olar. Hamısı iynə ilə vurulub, yaxşı, başa düşdüm, yaxşı. Toyuq deyirsən, nə bilim, yemək yeyirəm. Onu yemək olar, o hamısı ziyandır, o hamısı bir zavoddan, nə bilim, nə. Nə deyirsən, ziyandır. Nə deyirsən, içində, nə bilim, dərman var, içində, bəs nə yeyək?
Bəs nəyi soruşmaq ayıb olmaz? Süd deyirsən, elə süd olar, o kənd südünün yerini verməz. Mağazin südü, hamısı dərman. Ay, estağfurullah. Bəs deyirsən, yumurta alırsan mağazindən. Yumurta, nə bilim, o kənd yumurtasının yerini verə bilməz. Biz nə yeyək? Bizə rədətməsin hava, su, atxot mal gəlir. Bəs biz nə yeyək? Gedək kənddə yaşayaq. Yox, hələ Allahın soğanını da mağazin olum, amma belə eləyir. O kənd soğanının yerini verə bilməz. Deyirəm, amma sənə qurban olun, bu bildiyimiz soğandır da. Hər şeyi marketdən alır. Sonra da hər şeyi marketdən alır. Yəni, logik fikrə baxın, bu verməz yerini, onun yerini verməz, sonra da deyirlər, hamısını gedib marketdən almaq. Mamanda o adət var ki, qalın geyin, Kənd deyir, kaş şəhər olsun, şəhər deyir, kaş kənd olsun. Mən kəndə də getmişəm, Qaran boya uşaqlıqda. Orada qızlar otururdular. Qız mənim yaşımda uşaqlardan. Biz şəhərdə yaşamaq istəyirik, toyuqlarla yaşamaq, nə bilim, nə. Şəhəri də gəlsən başlayırlar. Kəndin yerini verə bilməz. Bəs indi biz necə, kimə qulaq asaq? Sonra aptekdən dərman alırsan deyirlər. Cəmaati spesialini zəhərləyirlər o dərmanlarla ki, çox alsınlar. Bəs biz nə ilə sağalaq, nə yeyək? Bunları kim fikirləşir? Давайте на другую тему перейдем, давайте. Hər kəsə qulaq asma. Təbii ki, hər insan öz bildiyini etməlidir. Qripdən ölmüş kimiyəm də, yox kimiyəm. Bir dənə qoşda dediyim çaylar qızdırma salan. Hansı çay? Ramaşka çayı. Liməsil işlərinə kömək eləmir. İçmişəm 4 dənə liməsil. Qaşıq duz qat, qaçdır, tez qara et, 2 günə tam bitəcək öskürək. İsti suya bir qaşıq. Onu biriniz direktə yazında xahiş edirəm. Belə yadımda qalmır. Yerdə yatdım qripdən. Eyni vəziyyətdəyəm, amma məndə 20-ci gündür. 10 gün. Xanım elə böyük hərflərlə yazır. Yəni, başa düşün də. Başa düşürəm onu. Gözlərim gedir. Qripdəndir uşaqlar. İnanın, gözlərim qripdəndir. Heç gözümün üstünü silə bilmirəm durub. Turşu vurub, bütün bura vurmuşam. Gözüm səhv görür. Gözlərim hara gedir? Qızdırmam qalxıb ona görə. Qripəm axı. Paracetamol içəcəm. Gedim uşaqlar, biraz özümə gəlim. Çünki halım pisləşir. Sizə gecəniz xeyrə. Hamınıza sağalmaqlar ümidi ilə. Gedim biraz özümə gəlim. Vəziyyət o deyil.